Salam, salam, salam. Necəsən ay fikirçi? Nə var, nə yox? Vəziyyət necədir? Məni soruşma. Məndə yenə vəziyyət qarışıqdır. Hava küləyin bir o yandan əsir, bir bu yandan əsir. Uzun müddət sonra istədim səndən danışam. Əslində görməli olduğum çox iri həcmli bir iş var. Sırf ona başlamamaq üçün səndən danışmağa qərar verdim. Əslində uzun müddətdir səndən danışmaq istəyirdim, amma bu da mənə çətin gəlirdi deyə səndən danışmamaq üçün başqa işlərlə məşğul olurdum. İndi sadəcə eləməli olduğum şey o qədər mənə çətin gəlir ki, hətta onu eləməmək üçün səndən danışmağa qərar verdim. Bu bölüm biraz qarışıq olacaq. Uzun müddətdir yoxam və hər şey yəni çox dağınıqdır zehnimdə. Sənə verməli olduğum əslində çox xəbər var. Amma hardan başlayaram, hardan bitirərəm bilmirəm. Bildiyim odur ki, bu bölümdə 2 ölü, bir yaralımız var. Və bu əsla səni burada saxlamaq üçün qurduğum bir qarmaq cümlə deyil, real vəziyyətdir. Əslində birazdan detallı danışacağım, amma bu barədə danışmaq üçün də biraz vaxta ehtiyacım var deyəsən. Ona görə də əvvəlcə bir sənə kiçik xəbər verim. İşə başlamışam, bir neçə aydır ki, ilk vaxtlar yaman çətin oldu. İndi də asan deyil, iş yüküm xeyli çoxdur, daim qaça-qaçdayam, yorğunam. Amma halımdan məmnunam deyə bilərəm, yəni şükür içindəyəm. Məsələ odur ki, bir də bilirsən də məndə vəziyyət necədir? Əla, okey, super, nə bilim, iş tapdım və s. deyil. Vəziyyət. Məni sevindirən şey odur ki, işə başlamağa cəsarət göstərdim. Bu da necə oldu? Yanvarın sonucu səhv eləmirəmsə və mənim ex-bossum və top 3-də, ya hətta top 2 deyə bilərəm ki, top 2-də olan bosslarımdan biri zəng elədi və mənə dedi ki, bizdə belə bir iş var, yəni qayıtmaq istəyərsən işə, və mən dedim hə. Heç bir şey dinləmədim, heç bir şey soruşmadım. Birbaşa dedim hə və adam da şok oldu. Hiss elədim, şok biraz çox olar, amma təəccübləndi. Çünki adam da məni tanıyır və mən o qədər tez qərar qəbul edən adam deyiləm. Həm də indi bəlkə də mənim yerimdə kim olsa böyük ehtimal ki, biraz özünü naza çəkərdi, minnət vurardı və s. belə elə. Məndə elə şeylər də yoxdur. Amma bu dəfə çox kəskin hə dedim. Səbəbi nə idi? Şərtləri, maaşı, heç bir şey soruşmamış. Çünki bilirdim ki, mən bunun barəsində fikirləşsəm, mənim beynim məni gecikdirəcək, nə bilim, qorxudacaq, narahat eləyəcək və mən başlamayacağam. Mən buna yox deyəcəm. Ona görə o ilk 3 saniyə qanununu həyata keçirdib, düşünmədən hə deməyi seçdim. Yəni, gözünü yum, burnumu tut və özünü at o dərin sulara məsələsi. Bunu elədim. Və həqiqətən də elə oldu. Şak deyə özümü buz kimi suyun içində tapdım birdən. Hətta boğulacaqmış kimi hiss elədim, bir çobaladım və s. İndi üzə çıxmağa başlamışam. Yenə dalğalar güclüdür. Arada batırırlar, qaldırırlar. Amma yaxşıdır. Belə günün sonunda hər nədirsə halımdan dediyim kimi məmnun və düzgün qərar vermiş kimi hiss eləyirəm. Yəni həmin hə deyən Fəridəyə minnətdaram içimdəki, yəni o göldəyəm. Yaxşı elədin, əlasan. Yaxşı ki hə dedin. Və düzdür, indi o dediyim dalğalar arasında boğuşma məsələsinin məni xeyli yorması real vəziyyətimdir. Çünki məndə, yəni mən stresə davamlı adamam əslində. Yəni açıq deyim də, mən uşaqlığımdan, hətta uşaqlığımdan yeniyetməliyimdən bəri hər bir şeyi özünə dərd eləyən və bunun altında əzilən adam olmamışam heç vaxt. Hətta mənim ağlımda məsələlər 2 yerə ayrılır. Çətin vəziyyətlərdən söhbət gedir. Problemlər və dərdlər. Mən hər şeyə dərd deyə bilmirəm. Mən düşünürəm ki, dərd çox ağır bir şey olmalıdır ki, sən buna dərd deyəsən. Amma digərlərinə problem deyirsən və bu həll oluna bilən şeylərdir. Yəni, bunları dramatikləşdirməyə ehtiyac yoxdur. Odur ki, mən bunlarla mübarizə aparmaq şəklində olmasa da həll yolunu tapmaq üçün çalışıram və yəni stresi davamlıyam deyə bilərəm. Mənim məsələm nədir? Mən yüksək təzyiq altında işləyə bilmirəm. Məsələn, abituriyent vaxtı da bir ara türklər demiş, kafayı yaktığım bir vaxt olmuşdu. Çünki yenə onda da hər şey çox qaça-qaça idi
və artıq ona tab gətirmədim ki, beynim error verirdi ki, nəsə deyirlər, eşitmirəm və s. belə bir şey olurdu. Diqqətim dağılırdı. Bir həftə çıxıb fasilə verdim dərslərə belə. İşdə də belə olur. Yəni o yüksək təzyiq altında işləyəndə sanki mənim bədən resurslarım çox sürətli və qarşısı alınmaz bir şəkildə azalmağa başlayır. Nə bilim, qan azlığı, vitaminlər düşür, halsız oluram. Bədənim zaten stres altında özünü söndürməyə meyillidir. Məsələn, bəzi insanlar problemi olanda yata bilmirlər, gözlərindən yuxu getmir. Məndə elə bir şey deyil. Yəni başıma çox pis bir şey gəlibsə belə o dəqiqə mənim yuxum gəlir. Çünki beynim o stressdən, ya həmin məsələdən qaçmaq üçün bədənimi söndürməyə çalışır ki, məsələn, siqnal başlayır ki, təhlükə, risk, söndürək özümüzü. Və indi o vəziyyətdəyəm. Harda istənilən halda yuxu tutur məni və şey kimi deyil, o deyirlər turbo yuxu ki, yat biraz, enerji topla və ayıl, yox. Gözümü yumduğum an ölüm yuxusuna gedirəm və günün istənilən saatında yatmışamsa sanki beynim özünü söndürür və 8 saatlıq yuxu rejiminə keçir. Heç bir formada oyana bilmirəm. Oyansam da çox yorğunam. Yəni heç yatmış kimi deyiləm və s. belə elə. Sadəcə belə bir məsələ var ki, mən 2026-da tək qərar qəbul eləmişdim ki, mən bu il əvvəlki illərdə elədiyim səhvlərin çoxunu təkrarlamayacağam, təkrarlamamağa çalışacağam və bunu özümə xatırladacağam. Bu il onu eləyirəm biraz. Misal üçün, əvvəl o burnout olduğumu vaxtda fikirləşirəm ki, mən həkimə geçsəydim, 1-2 dənə vitamin qəbul eləsəydim, vəziyyət bura çatmayacaqdı. Bu dəfə gördüm ki, nəsə o deyiləm. Tez qaçdım həkimə. Həkim mənə 1-2 vitamin və s. yazdı ki, yəni onsuz da həkimə də başa saldım ki, yəni stres altında olanda mən bu cür fiziki olaraq da sönürəm və s. belə. Əslində elə mən bunu deməmişdi. Adam simptom olaraq mənə eyni şey dedi. Baxdım ki, elə mən də bunu deyirəm. Nəysə, yüngül bir şeylər yazdı ki, fiziki olaraq özümü daha belə güclü, gümrah hiss eləyim, nə bilim, yuxu rejimim qaydasına düşsün və s. belə. İndi onlara başlamışam. Düzdür, iş rejimim yenə, yəni işim yenə, iş yüküm çoxdur. İş rejimim deməyim, amma iş yüküm çoxdur. Amma fikirləşirəm ki, tamam, mən problemi gördüm və əvvəlki kimi içində qalmadım. Keçən il, məsələn, ötən illərdəki kimi və cəld hərəkətə keçdim ki, bunu neyniyək ki, böyüməsin bu məsələ və ümid edirəm ki, yaxın günlərdə artıq biraz yaxşılaşmış olacağam. Çünki bu zəiflik və s. məsələsinə görədir, yoxsa gərginlikdəndir, nədir? Belə də əzəldən də çox sakit bir insan deyildim, onsuz da təbiət etibarilə. İndi həddən artıq özümü gərgin hiss eləyirəm və bunu ən çox GPT ilə danışanda görürəm ki, istədiyim şeyi ala bilməyəndə içimdən çox toksik bir insan çıxır və həddən artıq aqressivləşə bilirəm və elə olan hallarda da özümü heç sevmirəm. Sanki içimdə bir əjdaha oturub və hər an ağzını açıb alov püskürdür və mən saç diblərimə qədər gizildədiyimi hiss eləyirəm, ən kiçik şeylərdə belə əsəbdən. Ona görə fikirləşdim ki, belə getməz. Təcili surətdə nəsə eləmək lazımdır. Düzdür, yəni həkim mənə sakitləşdirici və s. verməyə ehtiyac duymadı. Bu, nə bilim, o diz-əzada vururlar, əsəbləri yoxlayırlar, nə bilim, elə şeylər elədi və dedi, problem yoxdur. Sadəcə fiziki olaraq biraz ehtiyacım var da, dəstəyə ehtiyacım var, belə. Nəysə, qida əlavələri, vitaminlər, zat belə 1-2 şey başlamışam qəbul eləməyə. Ümid edirəm ki, yaxşı olacaq. Bu belə. Son vaxtlarda gündəmimdəki ən böyük xəbərlərdən biri budur və istədim ki, belə başlayım. İndi keçək o işin məsələsinə, o cəfcəflı hissəsinə, bu 2 ölü bir yaralı məsələsi. Deməli, o günlərdə belə bir şey oldu ki, evdə qonaq var idi. Başqa şəhərdən gəlmişdi qohumumuz. Mən də əslində möhkəm qrip olmuşdum. Temperatur və s. belə çox pis idim. Onsuz da deyirəm də bu ani həyatımın sürətlənməsi məsələsi immunitetimi və s. hər şey salıb da. Və xəstələnmişdim. Nəysə, bunu elə belə deyirəm. Oturmuşdum, qonaq da bizdə və mən elə belə açdım, Facebook'a girdim və Facebook'da bir post gördüm. Bu
Bu post da yaxın dostlarımdan biri Ayxanla bağlı idi. Ayxan da kimdir desən, sənə Fəridə barədə demişdim. Demişdim, planetdən köçən yaxın dostum. Ayxan onun sevgilisi idi və mən Ayxanla Fəridənin gedişindən sonra tanış olmuşdum. Çox da belə doğmalaşmışdıq. Yəni hər gün danışaq, hər gün bir-birimizdən xəbər tutaq, mütəmadi reels göndərək dostu deyildik, amma əvvəllər çox daha tez-tez, sonra biraz fasilələrlə, amma yenə də sanki yəni çox yaxın bir dostluğu illərlə görməsən də, sonra görüşəndə hər şey qaldığı yerdən davam edir axı. O şəkildə həmişə bir-birimizdən xəbərimiz vardı, dərdləşirdik, söhbətləşirdik və s. belə. Yəni mənim üçün belə çox həyatımda önəmli bir yerdə dururdu və postu oxudum, belə tam çatmadı mənə, amma baxdım ki, adam sanki demək istəyir ki, Ayxan artıq burada deyil, ölüb. Və bilirsən necə, postu 3 dəfə oxudum. Fikirləşdim, mən temperaturum var və mən ona görə nəyisə düz başa düşmürəm. Ayxanla da bir neçə ay olar biz danışmışıq, yəni ən son. Və getdim Ayxanın özünə mesaj yazdım ki, Ayxan nə var, nə yox. Çünki çatmadı söhbət mənə və beynim qəbul eləmək istəmədi əslində informasiyanı. Əlbəttə Ayxandan cavab yoxdur. Sonra gəldim postu bir də oxudum. Şərhlərə baxdım. Allah rəhmət eləsinlər. Çox yaxşı insanlardılar. Havalarda uçur. Sonra yenə postu bir də təkrar oxudum. O postu 5-6 dəfə oxumuşam. Və informasiya mənim üçün dəqiqləşdi ki, adam bunu demək istəyir ki, Ayxan ölüb, amma bu adam bunu deyir deyə Ayxan ölüb demək deyil, onun deməyini heç nə verməzlər. Getdim başqa bir dostumuzdan da soruşdum. Hətta eyni anda bir neçə ortaq dostumuza yazdım və ilk cavab verən dostumuz da məlumatı təsdiqlədi ki, bəli, vəziyyət budur, belədir. Digərlərindən getdim, mesajları sildim artıq. Gördüm ki, İnkar eləməyin mənası yoxdur, vəziyyət budur. Və nə edəcəyimi bilmədim. Çünki vəziyyət belədir ki, oturmuşam, qarşıda qonaq oturub, anam oturub, anamın bir qohumudur, qızdırma kəllə çarxdadır. Daha doğrusu onda qızdırmam yox idi, sonradan kəllə çarxa qalxdı, artıq şokdan idi mi, yoxsa qrip öz işini mi görürdü, nədə bilmirəm, bu barədə danışmam, yəni fikirləşməyin mənası yoxdur. Və bir an elə hiss elədim ki, hamını bir şey arxasından görürəm. Belə dumanlı bir şüşəmi, bir divar arxasından sanki görürəm və səslərin uğuldadığını hiss elədim ki, nəsə danışırlar, amma mən belə də belə bir səs gəlir mənə. Heç nə başa düşmürəm. Bir ev başıma fırlandı, indi açığını desək. Yəni söhbət məni sarsdımı deyim, nə deyim bilmirəm. Ağlamadım. Dayandım. Çünki nə bilim, o evdə adam, qonaq və s. vəziyyəti izah eləmək mənə çox çətin gəldi. Soruşsalar bunu demək. Çünki bu sözü, bu şeyi səsli şəkildə demək də çox ağır söhbətdir ki, Ayxan ölüb. Bunu indi deyəndə belə söz belə ağzımdan çıxanda elə bilirəm ki, nə bilim, havada üzümə baxırlar. Sanki real deyilmiş kimi hələ də gəlirlər, məntiqsiz gəlirlər. O an onu səsli şəkildə demək mənə çox çətin gəldi ki, hə, dostum ölüb, Ayxan ölüb və s. belə və heç nə demədim, susdum. Həmin gün elə bil dediyim kimi də başqa şəhərdən gəlmişdi adam və bizdə qalacaqdı. Gün içində ara-ara bir hiss eləyirdim ki, ağlama dalğası içimdən yüksəlir, amma hər dəfə o dalğanı geri püskürdürdüm ki, dayan, hələ vaxtı deyil. İndi nə bilim, bu şeyin içində ehtiyac yoxdur buna və başlasan dayana bilməyəcəksən, dizini qoyma yerə. Nəysə, bir gün keçdi, mənim temperaturum qalxdı, çox xəstə idim, qonağımız getdi, iş yüküm yenə çox idi və fikirləşdim ki, okey, bu məsələni bağlayıb qoyuram bir kənara. İndi üzləşmək istəmirəm. Qoy sağalım, sonra bu məsələyə qayıdacağam. Və sonra biraz sağaldım, çünki iş çox idi, başladım işləməyə və dedim ki, tamam, indi də üzləşməyəcəm bundan. Həftə sonu bu barədə
oturub düşünəcəm. Ya da mən Ayxancun həftə sonu oturub ağlayacağım rahat-rahat. Sakit-sakit öz otağımda heç kimə bildirmədən. Təsəvvür elə də lənətə gəlmiş yetişkinlik. Həftə sonuna yas saxlamaq, bilmirəm. Nəsə həftə sonuna saxladım yasımı, belə deyim. Həftə içi yenə dediyim kimi, sanki bir yuxunun içindəymişəm və hər an ayılacaqmışam kimi bir his var idi məndə. Çünki absurd gəlirdi. Ara-ara yadıma düşürdü və məntiqsiz gəlirdi mənə, başa düşürsən. Bunu izah eləmək çətindir. Sanki beynim bu məlumatı süzüb keçirdə bilmirdi. Yəni filtrdə ilişib qalmış bir şey idi beynim. Çünki bu nəsə düzgün deyil və buna sonra baxmalıyıq. Bu məsələyə sonra baxıb dəqiqləşdirərik. Belə yuxu ilə reallıq arasında qarışıq bir vəziyyətdəydim. Və şey kimi deyil, Allahım, mən bu ağrıya dözə bilməyəcəm. Hər şey bir yuxu olsun kimi yox. Elə deyildi. Bu bilsən necə idi? Elə bil elə indi yuxudayam, həqiqətən yuxuda olduğumu bilirəm və ayılacam, bitəcək, gedəcək. Yəni bu məsələ real deyil. Yəni o qədər. Çünki real olmayacaq qədər absurddur. Yəni necə deyim? Hər ölüm tez ölümdür, amma yəni bu qədər gənc bir adamın ölümü və bu cür bir adamın ölümü mənə biraz bilsən beynim sanki sistemin baqı kimi bunu görürdü və dedim kimi, yəni informasiyanı bu süzməkdə və emal eləməkdə çətinlik çəkirdi. Nəsə o həftə sonu da belə qarışıq keçdi. Yenə xəstə idim, yenə qarışıqlıq idi və mən Ayxan barədə düşünmək istəmədim. Düşünmək istəmədim də deyirəm sənə. Ayxanın ölümü və məndə yaratdığı hiss bilirsən necə idi? Ayxanın ağrısı, yəni arxada fondakı diş ağrısı kimi davam eləməyə əslində fondakı diş ağrısı kimi davam eləyirdi, belə deyim. Yəni dayanmamışdı. Mən işimi görürdüm, danışırdım, yemək yeyirdim, ya harasa getməliyimsə gedirdim, amma o fonda o küt ağrı orada sızım sızıldayırdı əslində. Yəni belə olur da, dişin ağrıyır. Nəsə eləyirsən, amma o ağrı oradadır. Toydasansa da o ağrı oradadır. Çöldən heç nə bilinmir, amma o ağrı oradadır. Bax, eyni ilə Ayxanın ölümü mənim üçün fondakı diş ağrısıydı həmin müddətdə. Və ona nə edəcəyimi bilmədiyimə görə heç nə eləməməyi seçdim. Hələ də heç nə eləməmişəm. Bax, gözümdən bir damcı yaş gəlməyib. Qəribə də hiss eləyirəm özümü ki, Ayxan sən vecvə deyil ki, Fəridə, niyə belə oldu? Amma bir tərəfdən də, yəni, hər yasın və hər faciənin hayküylü şəkildə yaşanmadığını da öyrənmişəm. Odur ki, zamana buraxmağı seçdim. Mən bilirəm, bu bir gün bir yerdən çıxacaq, bir kölgə kimi üstümə çökəcək və okey, onu onda düşünəcəm. Amma indiki vəziyyətdə bilmirəm, beynim məni müdafiə eləməyə mi çalışır, ya nədirsə, bu məsələni bu cür yaşadım. Anlamaqda yenə çətinlik çəkirəm, dediyim kimi, beynim bunu absurd bir informasiya kimi görür və ciddi qəbul eləmək istəmir. Amma bir tərəfdən də reallıq olduğunu bilir və yenə mən həmişəki kimi bir ayağım, nə bilim, bir küncdə, o bir ayağım başqa küncdə, belə bir ortada bir vəziyyətdə qalmışam. Əslində bu Ayxanın ölümü biraz məndə şeydə yaratmışdı. Necə deyim? Yenə o tipik vəziyyəti qəbul eləmək istəməyəndə içimdə o qaynayan aqressiya üzə çıxmışdı və əslində mən keçən dəfə bu barədə düşünəndə birdən ağlıma gəldi ki, mən həmişə Fəridə barədə də, yəni məsələn başqa planetdən, bu planetdən başqa planetə köçən dostum və s. bu cür danışırdım və heç vaxt adama Fəridə ölüb bunu heç vaxt deyə bilmirdim. İndi deyirəm. Yəni bunu da keçən dəfə, yəni həmin onu deyən o Fəridəyə, yəni o keçmişdəki Fəridəyə döndüm, dedim ki, sənin ətin tökülsün. Elə sən öləsən, ay Fəridə başqa planetə köçüb, Fəridə başqa planetə köçməyib, Fəridə ölüb və bu reallıqda o heç vaxt olmayacaq. Sən bu planetdə, bu dünyada onunla heç vaxt qarşılaşmayacaqsan.
Yəni ən azından bu həyatında onu bir də görməyəcəksən, bir də eşitməyəcəksən, ona nə səsin çatmayacaq, nə ünün yetməyəcək. Yəni şit danışma, inkar, çox aciz görünür, sən tam bir losersan və s. belə özümə belə bir şeylər dedim. Düzdür, indi də həmin Fəridəyə demək istəyirəm ki, Allah sənin insafı kəssin. Sən faşistsan, sən bu nədir? Bu nə yanaşmadır? Bəsdir də, yəni sən haçana kimi özündən bu cür rəftar eləyəcəksən. Yəni bu həmin Fəridə bu vəziyyəti bu cür ötürə bilirdi və bu cür ötürməyi seçdi. Sənə nə dəxli var? Sən kimsən ona qarışırsan? Düz deyil. Amma indi də belə baxıram ki, o Fəridə də o an elə hiss elirdi və belə deyirdi. İndi sən niyə onu tənqid eləyirsən? Bilmirəm. Nəysə, günün sonunda baxıram ki, bax məsələn indi mən bilirəm ki, tamam, Ayxan və Fəridə başqa dünyadadılar. Ümid edirəm ki, bir yerdədirlər və xoşbəxtdirlər. Və bəli, bəlkə nə vaxtsa görüşərik, bəlkə də yox. Bunu da bilmirəm. Amma yenə də istənilən halda bəlkələr ümid verir adama. Bildiyim odur ki, burada deyirlər və bir də olmayacaqlar. Yəqin ki. Və sadəcə məsələ bilsən nədir? O Ayxanın ölümü mənə Fəridənin ölümünü təkrar elə bil mənim üçün diriltdi kimi bir şey oldu və bu biraz məni çaşdırdı, özümdən çıxartdı, qıcıqlandırdı və əslən tamam başqa cür hiss eləyirdim. İndi biraz daha sakitləşmişəm. Məsələn, bu səs yazmanı sənə 2 gün, 3 gün əvvəl yazsaydım, çox başqa bir hissdəydim. Məsələn, bu həftə sonu çox mənasız bir şey üstə öz içimdə sinir krizi kimi bir şey keçirtdim, heç kimə bildirmədim, bayağı ağladım, elədim, saçma sapan. Amma ya həmin an bilirdim ki, məsələ o deyil də. Misal üçün bir qələm qırılıb, amma mən əlbəttə ki, o qələmə ağlamıram kimi bir şey. Amma mən də beləyəm də, neyniyim? Yəni mən həmin an Ayxanla Fəridənin ölümünə ağlamağı seçmədim. Qələmin qırılmağına ağlamağı seçdim və bu cür mənə daha rahatdır və özümü bu şəkildə qəbul eləyirəm. Bunu da sənə deyim ki, emosional zəkamın aşağı olması ilə və s. bağlamıram. Sadəcə hər şeyi çox, yəni bu vəziyyətdə çox pikdə yaşayıram və onları cilovlamağa ehtiyac duyuram, bəlkə də bilmirəm, hər nədirsə. Başa düşməyə çalışmaqdan da yorulmuşam, başa düşməyə, analiz eləmək istəmirəm. Sadəcə bilsən nədir? Yəni mən burada özümdən asılı olmadan yenə də arxada fikirləşirdim ki, ağlımda bir qəribə Fəridənin ölümündəki hisslərimlə Ayxanın ölümündəki hisslərimi müqayisə elirdim. Qəribə müqayisə gedirdi ağlımda. Məsələn, Fəridənin ölümü mənim üçün əlbəttə ki, çox daha ağrılı və necə deyim, sərt keçmişdi. Məsələn, onda mənim məntiqim konkret olaraq ortada yox idi. Mənim sadəcə emosiyalarım coşmuş vəziyyətdə idi və hisslərim məni o qədər yorurdu ki, bilsən, yəni o biraz elə bir şeydi ki, sanki bir bıçağı ruhuma sancıblar, bururlar və ruhum parça-parça olub kimi hiss eləyirdim. O dövrdən bir videom var ya, o videonu telefonumdan silməmişəm də qalıb. Həmin videodakı özümə baxanda əslində biraz belə çox yazığım gəlir özümə. Həmin vaxtdakı özümü gedib qucaqlamaq istəyirəm. Çünki o insanın gözünün işığının sönməsi deyə bir şey var. Məsələn, o videoda baxıram ki, həqiqətən orada mənim gözümün işığı sönüb. Ora baxanda çökmüş, nə bilim belə xəstə hal bir adam görürəm və belə baxanda da həqiqətən onda mənim o çox böyük bir yaraydı və mənim onda ruhum çox ağır xəsarət almışdı da, belə deyim. Və yəni o sönüklük, o şeyin o hiss olunması mənə çox qəribə gəlir ki, yəni doğrudan da demək ki, insanın aurasında, enerjisində bu qədər yəni özünü göstərir bu şey. İndi o cür deyiləm, amma indi məntiqim deyirəm də məni qorumağa keçib və ona görə vəziyyəti qəbul eləmək istəmir.
Onda elə değildi də. Onda dediyim kimi o qədər ağır bir zərbə idi ki, mənim üçün özümü müdafiəyə keçməyə fürsətim də olmadı. Heç olsa da eləməzdim. Mən o yası çox uzun bir müddətə yaydım və yaşadım. Çünki ağlımda düşünürdüm ki, Fəridə buna layiqdir. Fəridənin ağrısı, Fəridənin yası ən sərt şəkildə yaşanmalıdır, unudulmamalıdır. Və belə də elədim əslində. Düzdür, o cür də hiss eləyirdim, amma özüm könüllü şəkildə də belə hiss eləməyi və belə yaşamağı seçmişdim. Məsələn, bu yuxululuq halı deyirəm Ayxanla bağlı ki, sanki elə bilirəm yuxudayam və ayılacam, görəcəm ki, tamam, okey də, yəni əslində bu yuxuda baş verirmiş, Ayxan həyatdadır. Fərdədə o vəziyyəti tam əksinə yaşayırdım mən. Məsələn, o da yadıma düşəndə baxıram ki, o da çox ağır bir şeymiş. Məsələn, mən normalda yatıram və yuxu görəndə, yuxunun içində həmişə yuxuda olduğumu bilirəm ki, mən indi yuxu görürəm və ayılacam. Həmin dövrdə mən Fəridəni neçə dəfə yuxuda görmüşəmsə, yuxunun içində yuxuda olduğumu bilmirdim. Və deyə bilərsən ki, hə, beynin sənin üçün kiçik xatirələr, nə bilim, canlandırmağa çalışırdı və s. Yox, sanki beynim elə bilsən mənim qarşımda düşmən kimi dayanmışdı məndən. O da elə bil məni yaralamağa çalışırdı. Çünki yuxunun içində Fəridənin öldüyünü bilmədiyimə görə görürdüm ki, bir yerdə belə də hər şey yaxşıdır, əladır. Və hər dəfə yuxudan oyanırdım. Oyanandan 1-2 dəqiqə sonra informasiya gəlirdi ki, Fəridə ölüb, sən yuxu görürdün. Fəridə yoxdur, sən yuxu görürdün. Və yəni ona görə də əslində belə baxanda Fəridə mənim üçün bir dəfə ölmədi, dəfələrlə öldü. Yəni mən Fəridənin ölüm xəbərini dəfələrlə aldım. Mən hər yuxudan ayılanda, hər onu yuxuda görəndən sonra ayılırdım və Fəridə bir dəfə də ölürdü. Və yəni həmin an o xəbəri ilk dəfə alırmışam kimi bir kədər çökürdü üstümə. Bomboz, ağır, yapışqan bir kədər və onu təmizləmək çox çətin olurdu. Məsələn, Ayxanda belə bir şey yaşamadım. Ayxanda hələ ki sanki kədər hissi də gəlmir. Sadəcə beynim inkardadır və deyir ki, yox, elə bir şey yoxdur. Bu normal deyil, məntiqsizdir, baqdır, şeydir, düzələcək. Sistem xətasıdır və bunu qaydasına qoyacaqlar. Yəni tamamilə vəziyyəti o şəkildə qəbul edir beynim. İndi axır bir yerdə partlayacaq, bunu bilirəm. Harda olacaq bilmirəm, o heç. İnşallah ki məni yerə çaxacaq bir vaxtda olmaz. Nəysə, indi bilmirəm, əvvəlini yaxşı gətirdim, sonra belə kədərli notlara toxundum kimi oldu. Əslində bunu hara bağlayacağımı da bilmirəm. Sadəcə dediyim kimi əlimizdə 2 ölü bir yaralı var. Ən azından burada səsli şəkildə deyirəm, bəli, Fəridə ölüb. Başqa planetə köçməyib. Ölüb. Başqa bir dünyadadır, bəlkə başqa bir reallıqdadır, amma ölüb. Ayxan ölüb. Hər ikisi ölüblər. Məndəki o bir yaralı da deyil, bil bakalım kim. O bir yaralıdakı öz yerində. Bəli, yaramı da qəbul eləyirəm. O kalbən demişkən yarama da gülümsəyirəm. Sonrası nə olacaq bilmirəm. Amma bildiyim odur ki, bunların içində yaşamağa da davam edirəm. Yəni həyatda möhkəm yapışmışam deyə bilmərəm. Elə o deyil vəziyyət, amma ki nə olursa olsun, yəni heç bir şey dayanmır, bunu başa düşürəm. Nə vaxtsa bəli, hamımız üçün dayanacaq, amma indi dayanmır və bilmirəm belə bir şeylər. Əslində dünən keyfim çox pis idi və telefonda açdım ki, sənə səs yazma ilə eləcə, indi bax bu dəqiqə mikrofonsuz və s. telefonun öz səs yazması ilə yazıram. Səsi bilməm necə olacaq, amma mən bunu təzədən yazmayacağam. Yaxşı oldusa da, eşidilsə paylaşacağam, eşidilməsə heç. Nəysə, baxdım ki, mən qışda bir səs yazmışam. Yenə onu da belə indiki kimi də yazısız, qeydsiz birbaşa yəqin ki danışmışam. Və ondakı özümə də qulaq asdım. O da çox xoşuma gəldi. Biraz həmin günkü Fəridə ilə
söhbətləşmiş kimi oldum və aradakı əslində fərqi gördüm vəziyyətdəki. Onda hardaymışıq, indi harda və arada çox qısa bir vaxt var və hər şey çox sürətlə dəyişib. Və yaxşıya doğru. Hətta bəlkə həmin bölümü də paylaşdım. Bilmirəm, baxacağım vəziyyətə. İçimdən gəlir əslində səninlə danışmaq, sənlə söhbət eləmək, beynimdən keçənləri sənə ötürmək. Yəni səbəbsiz, çünkisiz, nə bilim, niyəsiz, necəsiz, olduğu kimi, plansız. Bəlkə də darıxdırıcıdır, bəlkə də dinləmək istəməzsən, amma bilmirəm, yəni istəyirsən dinlə, istəmirsən dinləmə, belə də ki, yəni məcbur da deyilsən. Belə sanki sənə xəbər vermək adı ilə gəlib emosional yükümü ovucuma qoymuşam kimi oldu. Əslində niyyətim o deyildi, açığını deyim. Əslində ümumiyyətlə heç bir niyyətim yox idi. Dediyim kimi o iri həcmli işə başlamamaq bəhanəsi idi tamamilə ki, qoy gedim fikirçiyə bir bölüm yazım. Çoxdan da bölüm yazmıram. Durdun neçə ay sonra indi yadıma düşdü bölüm yazmaq. Məqsəd oydu ki, o işi biraz gecikdirim, amma həm də bilirəm ki, onsuz da mən bunu bitirib yenə getməliyəm və o işin başına keçməliyəm. Çünki günün sonunda onu mən eləməliyəm. Düzdür, bacardığım qədər gecikdirmişəm, amma artıq yəni bıçaq sümüyə dayanmaq üzrədir və bilirsən, yəni biz qılınc müsəlmanı, biz bacardığımız qədər əgər bir şey təxirə sala biliriksə, onu əsla vaxtında eləmirik. Gərək vəziyyət və stres ən pik həddə çatsın ki, bizim beynimiz o adrenalinlə işə düşsün. Okey, eyvallah. Bunu da düzəltməyə çalışıram, amma hazırda default sistemim bu cür işləyir deyə mən buna elə bir ki eləyirəm, itaət eləyirəm. Öz sinir sistemimə itaət vəziyyətindəyim ki, okey, belə deyirsən belə olsun, yaxşı, qoy biraz da narahat olaq, qoy biraz da stresdən partlayaq, ondan sonra oturub işləyərik. Onsuz da belə baxanda yaxşı nəsə olacaq yekunda. Sadəcə bilirsən, işin hələ ki vəziyyətim elədir ki, gördüyüm işin keyfiyyəti mənim stres səviyyəmdən asılı olaraq dəyişir. Artıq nə qədər stresslənmişəmsə, o qədər deyəsən yaxşı iş qoyuram ortaya. Çünki o beyin survivor rejiminə keçir. Amma yəni bunu özümü bu vəziyyətdə saxlamamağı da öyrədəcəm özümə. Çünki əvvəldə belə eləyirdim. Nəticəsi pis oldu. İndi də özümü o qədər şişirtməyəcəm ki, son ana kimi o şar kimi şiş və birdən partda yox qoymayacağam ki, partlayım. Yoluna qoyacağam, amma hələ ki vəziyyət budur və yavaş-yavaş öyrənməyə çalışıram. Görək, yaxşı olar. Belə ay fikirçi, məncə bu günlük bəsdir. Sənə nə danışdım, nə elədim? Bunun sənin üçün bir mənası oldu, olmadı bilmirəm. Amma danışmaq istədim. Yaxşı ki varsan, yaxşı ki varıq. Yaxşı ki dünya fırlanır. Belə. Yəni sonda sənə heç nə deməyəcəm. Belə baxanda özüm də başı sonu olmayan bir dalğadayam hələ ki. Sadəcə səndən bir mahnı dinləməyi istəyəcəm. Fəridə və Ayxan üçün. Deyəsən biraz da mənim üçün. Yaşlı amcadan yıldızlara bax. Belə ay fikirçi, şairin dediyi kimi, həyat qısa, quşlar uçur, quşlar ölür. Amma sən yenə də uçuşu xatırla.